Hər vaxtınız xeyir Foodcast TV izləyiciləri, hər birinizi salamlayıram. Mən Elçin Cəfərov, Deməsən Olmur layihəsinin növbəti buraxılışı ilə qarşınızdayıq. Düzdür, bir neçə həftə ara verdik müəyyən işlərlə əlaqədar, amma yenidən Deməsən Olmur öz sürəti ilə efirə qayıdır və təbii ki, hər zaman olduğu kimi bu dəfə də son bir həftə ərzində Azərbaycan futbolunda cərəyan edən hadisələrə toxunacağıq və futbol müzakirəsi eləyəcəyik. Təbii ki, futbol müzakirəsi deyiriksə, mütləq şəkildə peşəkar yanaşma olmalıdır. Bu dəfə də qonağım Azərbaycan futbolunun tanınmış simalarından olan Kamal Bayramovdur və xoş gəlmisiniz Kamal müəllim. Necəsiz, nə var, nə yox? Çox sağ olun, minnətdaram. Dəvətiniz üçün də minnətdaram. Mən sizə dərin təşəkkürümü bildirirəm. Fürsətdən istifadə eləyib elə Kamal müəllimin Sübh futbol məktəbi var. Çünki mütəmadi başı ora çox qarışıqdır. İstedadlı uşaqların da say hesabı demək olar ki, artır və odur ki, biz də hər zaman nəyin tərəfdarıyıq? Futbolun inkişafının tərəfdarıyıq və futbolu da, futbol məktəblərini də futbol adamları açmalıdır. Futbolun içindən gələnlər açmalıdır. Daha dünən başqa sahədən gəlib, bu günlərim əlində o imkanlar var deyə futboldan kənar yanaşma ilə futbolumuzu belə deyək də dibə yuvarlamaq düzgün deyil. Odur ki, sizə bu önəmli və məsul vəzifənizdə vəzifə deyərdim buna. Çünki yəni, Azərbaycan futbolunda uşaq futbolu çox önəmlidir. Yanaşma çox fərqli olmalıdır. Orada ümumi vəziyyət necədir? Ora bir toxunaq, ondan sonra verilişimizə davam eləyərik, müzakirələrimiz çoxdur. Minnətdaram sizə bir daha dəvətiniz üçün. Bizim üçün də yəni bu dəvətləri qəbul eləmək borcumuzdur. Çünki biz də futbol adamıyıq və burada da məsələ mövzu futboldursa biz orada olmaq üçün bizim üçün xoş hisslərdir. Klubumuzda ümumi vəziyyət yaxşıdır. Komandamız U9 liqasında çıxış eləyir. Bilirsiniz ki, orada nəticələr qeydə alınmır o liqada, amma uşaqların inkişafına önəm verilir. Hər şey qaydasında gedir. Yeni 6 ayda başlamışıq. Çalışırıq maksimum dərəcədə uşaqlar üçün, gələcəkləri üçün faydalı olaraq. 6 ay ərzində çalışdıq, müəyyən bölgələrimizə, turnirlərə gedək. İndi bu yaxınlardan da ölkə xaricində istəyirik. Bir təklifimiz var. Onunla bağlı da işləyirik ki, yəni uşaqlar mütəmadi olaraq tək ölkə daxilində yox, ölkə xaricində iştirak eləsinlər, çünki onların inkişafına çox yaxşı təsir edəcək. Ümumən hər şey qaydasında gedir. Çalışacağıq ki, daha yaxşı olaq, daha faydalı olaq futbolumuza. Biz də sizə uğurlar arzu edirik. Bizim uşaq futbolu çox önəmlidir və bizim həssas yerimizdir. Azərbaycan futbolunda müəyyən problemlərin mövcudluğunu məhz illər öncə uşaq futbolunda yaranan problemlərin nəticəsidir ki, bu günlərin biz belə ağız dolusu danışa bilmirik. Odur ki, uğurlar diləyirik sizə. Ümid edirik ki, qarşıdakı illərdə Azərbaycan futboluna sizin futbol məktəbi də öz töhfəsini verəcək inşallah. Qaydaq futbola, çempionat artıq Premyer Liqada sona doğru yaxınlaşdıqca həyəcan da artır. Mən deyərdim, sabahı çemp demişəm, sonuncu şəklini saxlamışam, çempion hələ deyə bilmirik. Odur ki, bizim indi buraxılış bazar günü efirə gedəcək. İndi təbii ki, maçdan sonra, maç da sabahdır, ayın 18-i aprel tarixindədir. Ümumi bu mövsüm sona doğru mübarizəni futbol mütəxəssisi kimi necə dəyərləndirirsiniz? Ümumi fərqli nələri görürsünüz? Ümumən çempionatımız çox gərgin keçdi bu il. Bəzi klublarımız ilk dövrələrdə yaxşı çıxışlarla yadda qaldı, amma sonraki hansı ki o balansında futbolçu ehtiyatına çatışmamazlığından yer dəyişmələrini gördük. Sabah komandası demək olar ki, mövsümü stabil keçirir. Həm oyununda yüksəliş var, həm komanda hər oyuna stabilliyini qoruya bildi. Və bunun nəticəsində bugünkü gündə görünür ki, yəni öz xalını necə toplayıb, Qarabağdan necə öndədir. Qarabağı mən götürərdim ki, Çempionlar Liqası Qarabağı demək olar ki, yəni həm çempionat, həm Çempionlar Liqası biraz ağır gəldi. Bunlar üçün də bir təcrübə oldu. Bəlkə gələcəkdə inşallah belə bir şanslar olsa daha yaxşı heyət formalaşdırarlar ki, iki cəbhədə də vuruşmağı, həm Azərbaycan kubokunda ora qaçsaq, yəni üç cəbhədə vuruşmağı. Digər komandalarımız, hansı ki Neftçi qeyri-stabil başladı və sonradan indi bir yüksəlişdədir. Turan komandası normal deyərdim ki, bu ilki ilə
ən yaxşı belə nəticələrlə, göstəricilərindən onlarda da bir stabillik var. Bir-iki oyunda harasa qeyri-sabitlik oldu. Ümumən digər komandaların hamısını bir-bir sadalamayım. Bəli, ümumi liderlər qrupunda yer Yəni alanlar. düşünürəm ki, Sabah bu il çempion olacaq. Yəni 6 tur Artıq, qalıb, bəli, amma bəlkə də elan elədi. Bizim efirə gedəndə verilişimiz bəlkə də qalib gələ bilər Qarabağa, hər şey ola bilər. bəli, bəli, yəni 13 xal fərq bəli, elə olsa əgər. xal fərqini də Bəli, tam qaldırsa olaraq əgər, bəli. qaldırsa, ümumən Qarabağı götürsək, Sabahı götürsək, belə bir rəqabətin çempionatda yaranmağı və buna da hansısa bir-iki komandamız, üç komandamız da qoşulsa, daha yaxşı, daha maraqlı çempionat izləyərik. Biz danışdıq Qarabağdan. Qarabağ təbii ki, bu mövsüm Çempionlar Liqasındakı uğurlu çıxışı ilə hər birimizi qürurlandırdı, amma daxili çempionata baxanda o motivasiyanı görə bilmədik. Sizcə transfer edilməməsi bu məsələdə müəyyən rol oynadı? Çünki müəyyən mövqelər üzrə görürük ki, çatışmazlıqlar var. Yəni bir oyunçuda mütəmadi o tempi etiraf edək ki, Azərbaycan futbolunda onu qaldırmaq biraz çətin məsələdir. Məsələn, çox ciddi tənqid olundu rəhbərlik, hücumçu niyə alınmadı? Əslində o hücumçu da deməyə başqa mövqelərə də yəni transferlər şərt idi. Sizcə Qarabağ üçün sürprizmi oldu bu Çempionlar Liqası ki, yəni belə deyək də, yağışdan çıxıb yağmura düşdü də, yəni belə bir məsəl var ha. Mən götürərdim Qarabağın oyunçu məsələsindən. Yəni hər oyunçunu da qara kluba dəvət eləyib, yəni oyunçu almaq xatirinə oyunçu gətirmək də belə bir normal bir şey deyil. Orada uzun illərin qurulmuş bir strategiyası var Sistem var, bəli. sistem var və o sistemlə doğru yolda, doğru şəkildə irəliləyirlər. Bu il məsəl üçün Azərbaycan çempionu olmadığı halda o sistemin pozulması deyə bir şey yoxdur. Yəni futbolda belə hallar baş verə bilər. Bu dünyanın sonu deyil, yəni futbolun da sonu deyil. Yəni belə hallar baş verir. O vaxtda da məsəl üçün gördünüz ki, Neftçi bir dönəmdə belə bir şey baş verdi. Yəni bu hər ildə Qarabağın çempion olmağı, digər klublarımızın inkişaf eləməməyi, yəni bu normal bir hal deyil. Digər klublarımız da ondan bir mübarizəyə qoşulmağa çalışırlar. Ora futbolçunun alınıb alınmamağı yəqin ki, ən doğrusunu Qurban müəllim bilər. Çünki o komandanın qurucusu odur və hər deyilən futbolçu ora gəlmir və yaxud hər istədikləri futbolçu da gəlmir. Xarakter elə olur ki, uyğun gəlmir. Keyfiyyət uyğun gəlsə də xarakter də. Bəli, amma Bilir ki, Qurban müəllim xarakterə çox önəm verir. bunlar üçün də bu çempionatda bir təcrübə oldu. Düşünürəm ki, yəni bu qədər bir marafonu gedəcəklərini bəlkə düşünmürdülər və belə bir şans yarandı. Həqiqətən də çox gözəl çıxış etdilər, ölkəmizi layiqincə təmsil etdilər. Gələcəkdə yəqin ki, bu da hansı ki, neçə ildir təcrübələrdən keçdilər, bu da bir təcrübə olar. Buna da bir Allah nəsib eləsin bir də yenə. Buna da bir əlacın taparlar. Ümumiyyətlə, bir artıq indidən Kamal müəllim, müzakirələr alovlanıb nə baxımdan? Yəni bir tərəf deyir ki, təbii ki, çempionatın marağı üçün əladır, Sabahın çempionu olan fərqli bir komanda çempion olur, bu hegemonluq bitir. Bir tərəfdə deyir ki, yox, gedib Sabah Çempionlar Liqasında neyniyəcək? Amma bir məsələ var ki, Qarabağın elə sual işarəsi ki, Çempionlar Liqasına bu liqa mərhələsinə düşə bilərmi məsələn? Düzdür, Konfrans Liqası, Avroliqa, mən şəxsən düşünürəm ki, Sabah əgər çempion olarsa, ən azından ya hansısa birinin liqa mərhələsində olacaq. Çünki Çempionlar Liqası o imkanları tanıdır. Ən azı bir mərhələ keçdikdən sonra oralara rahat gedib düşə bilirsən. Bu yanaşmaya siz necə baxırsınız? Yəni Qarabağ, yəni Qarabağ elə bir belə deyək də, möhür vurulmayıb ki, elə hər Qarabağ çempion olsa mütləq Çempionlar Liqasının liqa mərhələsində olacaq. Yox, yanlış yanaşmadır. Əlbəttə. Hərdən azarkeşlərimiz də məsəl üçün deyirlər Bunu ki, futbol adamları deyir, dırnaqarası futbol adamları da söyləyir. Heç şey deyil. Sabah gedib nə edəcək? Qarabağ getsin. Yəni biz bir növ bir komandanın üstünə yüklənmişik. Yəni bu komanda getsin, digər komandalarımız heç yerə getməsin. Belə bir inamsızlıq da yaxşı hal deyil. Qoy getsin bütün komandalarımız. Kimin imkanı varsa, kim çempion ola bilirsə getsin. Onlar da şanslarını dinəsinlər. Onlar da necə ki Qarabağ addım-addım qalxdı, yüksəldi. Bu gün Sabah bir cavan komandadır. Gələcəyi üçün böyük təcrübə olacaq, böyük addımlar olacaq. Niyə də olmasın? Niyə tək bir Qarabağın üstə qurulsun bu komandamız? Futbolumuzu inkişaf eləmək istəyirsə digər komandalarımızın da biz hal-hazırda heç bir komandada olmadığımıza görə biz ümumi ölkə futboluna baxırıq və hər tərəfli inkişafı istəyirik. Yəni
bir nöqtədə Dayanmaq düzgün deyil. Ümumiyyətlə, Kamal müəllim, Sabahın bu mövsüm bu formada çıxış edəcəyini təxmin edirdinizmi? Yəni çünki Dambrauskas dedilər, biraz da gec gəldi Avrokuboklara, daha yaxşı hazırlaşa bilmədi komanda. Ondan sonra müəyyən söz-söhbətlər, nə bilim nələr. Yəni 1-2 qarşılaşmada gördük ki, çempionat başlayana yaxın o da istənilən performans yox idi, amma zaman ötdükcə müəyyən qatılan yeni transferlərlə, yəni bu günlərin məsələn bu gün bir Puxaç, məsələn bu gün Maluda, hər komanda istəyər və eyni zamanda nə bilim o qədər Rahman Aliyev, Bəli. yəni çox mükəmməl o dayaq yarım müdafiədə, yəni ikili mübarizələri çox yaxşı aparan, mövqenin sığortalanmanı çox mükəmməl yerinə yetirən oyunçu profildir. Yəni biz niyə hər şeyə belə erkən belə baltalamağa hazırıq da? Yəni və futbol bilirik ki, zaman işidir. Yəni bir sistemin işləməyi üçün bir Biz bax belə fikirləşirəm ki, bir şeyi hansı ki məsəl üçün mənfi və yaxud müsbət yolda o sosial şəbəkələrdə bu gün demək olar ki, nəsə bir müzakirəyə çıxır və Ağır yerdə yox. oradan üstünlük təşkil edir mənfi Bəli, tərəfə, bəli, müsbət bəli, tərəfə. Ümumən yəni futbol adamı kimi baxanda, yəni biz futbolun içində olan adamlar kimi ora baxıb diqqətimizi ayıranda baxırsan ki, məsəl üçün analiz edirsən, Sabahın bundan öncəki illərdə o hansı ki qeyri-stabil çıxışları var idi. Bəlkə də insanlar da onları nəzərə alır ki, məsəl üçün 2 dövrə yaxşı çıxış edir, bir dövrə pis çıxış edir, amma Renduliçin o sizə dövründə. yəni o hansı ki Qarabağdakı bu illər hansı ki stabilliyi vardı komandanın, bunu digər klublarımız yarada bilmirdi. Amma bugünkü gündə Sabah bu sezon boyu bu biraz yaxşı başlıqda işlədi, axsaması yüngül də olsa, amma sezon boyu o stabilliyi qorudu. Bəlkə də insanlarımız da ondan qaynaqlanır ki, hansı ki o qeyri-stabil çıxış elədiyi dönəmlər var. Məsəl üçün çempionatın elə məqamları var ki, vacib olan hallar itirirdilər. O qeyri-stabillikdən də insanlarda belə bir fikir formalaşır. Dambraskasla bağlı bir mütəxəssis kimi fikirləriniz. Valla o bura gələndə bizim onunla bağlı yəni elə bir böyük bir məlumatımız yoxdur. Bəli, Yəni bilirdik ki, Amoniyadaydı, hardaydı. Yəni orada işləyib, necə oxuyub, necə Milyoner şousundan necə qazandığı başlayıb. pulla, Bunlar bəli. haqqında məlumatlar almışdıq. Biraz düşünürdük ki, sabah Bundan necə yola gedəcək? necə bir görüntü olaraq da İşbirliyi bir yaradacaq. görüntü olaraq da Sabah kimi bir böyük komandaya bir kiçik bir görüntü verirdi. Amma getdikcə işlərinlə həmən bir məşqçi indi hansı ki o Etiaz Skameykada o oyunu idarə etdiyi vaxtı baxırsan ki, yəni böyük bir Oynayır. məşqçiyə döndü. Bəli, o da yəni komanda ilə bir yerdə oynayır sanki. Bəli, bəli, oyunu. bəli. Bax indi onu demək istəyirəm ki, yəni orada onu bir kiçik bir balaca bir uşaq kimi görürdük də, yəni Bəli, görüntü olaraq da. tullanaraqdan Amma sonra- indi həmən insan bir böyük, elə Bəli, biz bəli. gözümüzdə bir böyüdür, bir böyük bir insan kimi. Bax bu anda texniki heyət çox önəmlidir. Məşqçi stafı. Staf görürsüz çox önəmli detaldır. İndi bəlkə stafın çoxunu biz orada indi tam detallı adları müəyyən bir qismini bilsək də, amma onların iş prinsiplərini bələd deyilik. Yəni bu gün təbii ki, öndə olan nəticə Dambrauskasa yazılır, amma o Dambrauskasında çox önəmli məşqçilər korpusu var, hansı ki, bəlkə də orada hansısa bir neçəsinin Dambrauskası olmağında çox böyük rolu var. Yəni məşqçilər korpusunu seçərkən də məsələn düzgün staf seçimində çalışasan ki, nöqtə atış eləyəsən. Bəli, bəli, o çox önəmlidir, məşqçilər korpusu. Bax, mən bir çox məşqçilərlə işləmişəm, bir çoxların yəni staflarını görmüşəm, hansı ki, köməkçiləri, digər orada ümumiyyətcə hər kəs aiddir də orada, doktorundan tutmuş, həkimindən tutmuş, hər kəsin önəmli. Qidaya baxan hər bir şey önəmlidir. Həkimi. Demək olar bax bu az sayda bir komandalarda var. Məsəl üçün Qarabağda var, yüksək səviyyədə o sistem qurulub. Hansı ki, o sistem çox gözəl şəkildə idarə olunur. Futbolçuların hər bir həkimindən tutmuş, administrativ heyət. Düsturdur da, yəni yaradılıb, belə əməl edilir və salam. Çox Düstur, az bəli. komandadır, amma mən Dambrauskas stafınla bağlı məlumatım yoxdur. Bəli, bir çoxunun yoxdur Azərbaycanda. Mənim onun stafınla bağlı məlumatım yoxdur. Amma nəticələr onu göstərir ki, deməli yaxşı işləyir. Mütləq şəkildə baş məşqçinin köməkçiləri, yəni Analiz bir baş məşqçi, yəni idarə etməsi çox güclü olmalıdır. Yəni bu insan komandanı hər bir halında rəhbərliklə,
futbolçu ilə, digər azarkeşlə, yəni ümumən sosial, yəni bu münasibətləri çox yüksək səviyyədə olmalıdır və onun işini görən insanlar %80% onun köməkçiləridir. Bəli, yəni burada da görürük, çünki mütəmadi oyun içərisində də məşqçilər var ki, etiraf eləyək, özünü lovğa belə aparan məşqçilərimiz də çoxdur Azərbaycanda. Yəni o görüntüyə düşmək istəmirlər. Oyun prosesindəki köməkçi ilə məsləhətləşir, köməkçi buna nəsə deyir, onu icra edir. Bir Qurbanov, Elçin Rəhmanov tandemi var, hansı ki, mütəmadi oyun içərisində Qurbanov da onu özünə deyir. Bu normal haldır. Futbolun komandanın xeyri üçün bu addımlar atılmalıdır. Dambrauskas da elədi. Bilirsən oyunun içərisində yaxınlaşır oyunçular skamyasına məşqçi ilə nələrsə danışır, köməkçimi taktiki belə təhlillər. Yəni amma Azərbaycanın mütəxəssis bir çoxları var ki, özlərini lovğa apara-apara, yəni bu günlərim şans əldə etsələr də belə hansısa klubda çalışmağa, stafların o qədər bərbad formada seçirlər ki, bu məşqçilik etdiyi dövrdə futbolçuluq dönəmində qazandığı uğurları alt-üst eləyir. Bir çox məşqçinin stafı, yəni oradakı işçilərin savadına bağlanmır. Oradakı onların dostluğuna bağlanır. Bu düzgün yanaşma deyil də. Onların dostluğuna bağlanır. Mən baxardım ki, yəni bir çox yerlərdə Bu nə mən bu gedirəmsə mən də buna dostuma da çörək qazandırım belə bir şey. Burada məsələ çörək məsələsindən əlavə, yəni biz inkişafa baxırıqsa, burada məsələ belədir də. Bu gün mən baş məşqçi gedirəmsə, mən axtarmıram savadlı, diqqətli, hansısa kadrlar mənə işimdə kömək ola biləcək. Mən axtarıram ki, mənim yanımda olsun hansı ki məşqçilər, mən səhv olacam, düz olacam, onlar mənə baş üstə desin. Yəni bu onlar bir çox məşqçimiz üçün o önəmlidir. Yəni vallahi siz nə deyirsiniz, o düzdür. Cənab məşqçi. Bu gün ümumiyyətlə bizim futbolda nəinki klublarımızda da, ümumi futbol təsərrüfatında baş üstə deyən insanlara çox iş var. Və baş üstə deyirlər və oyundan sonra da deyir ki, siz necə daha hərəkət elədiniz orada, halal olsun demək. Müəllim, siz dəhşətsiz. Mən məsəl üçün sizin köməkçiniz kimi mən sizə hansısa bir xırda bir səhviniz də olsa, nə də olsa kömək görüb və onu sizə deyəm ki, bunu düzəltmək lazım. Belə bu buna pis təsir edir. Mən səhv eləmirəm. Mən səhvsiz insanam. Mən ona lazımdır. Sən necə insanlar? Nələr görüb Kamal Bayramov, nələr görüb, nələr görüb, nələr. Bu gün işləmək istəyirsənsə, yəni ümumən savaddan çox, kateqoriyadan çox, yəni bu işlərdən əlavə birinci növbədə baş üstə deməyi öyrənməlisən. Baş üstə dedinsə qabağa gedəsən. Baş üstə dedin, hə. İstəyirsən bazardan gəl, istəyirsən bazardan gəl. Baş üstə desən gedib ən yuxarı yerə işləyirsən. Bax bunu mən şahid ən başda olasan. Baş üstə desən ən başda olasan. Bax mən sənə futbol oyna, get sabah bazarda işlə. Amma baş üstə deməyə bacarırsansa, vallahi deyirəm ki, ən yüksək yerdə işləyəcəksən. Azərbaycan futbolunun dəhşət yəni. Amma sabahda görünən odur ki, o baş üstə yoxdur. Sabahın içini bilmir, amma məşqçi də baxırsan. Amma görürsən ki, yəni sistem var, oyun var, plan var, taktiki analiz var, ABC planları var. Çıxır şey oyundan sonra oyun haqqında məlumat verir və nə deyib. Və bu çox önəmli detaldır. İctimaiyyətə məlumat. Və Tedesco da bu formada edir. Fenerbahçenin baş məşqçisi də oyundan sonra çıxır, sanki oyunun analizini edir. Yəni bir təhlildə oturub hər kəsə mətbuat konfransında deyir ki, belə oynadı. Bəli. Bizdə yəni bizə nətər tək bir yerli məşqçilər demirəm, bir çox məşqçilər ağır oynayırdı, bilirdik belə olacaq, gələn oyun üçün hazırlaşacağıq. Türklərdə bir söz var, önümüzdəki maçlara baxacaq. Çətin olacaq. Yəni harasa bir 15-16 dənə kəlmələr var ki, yəni hər oyundan sonra təkrar bunları işlədilər. Təkrar o azarkeşdə də, yəni digərlərində də qızıq yaradırdı. Yəni deyirlər ki, biz səndən bir normal açıqlama istəyirdik. Niyə Kamal Bayramov məsəl üçün bu gün tutaq ki, qaçmadı? Sən məşqçisən, həftə boyu bunu sən hazırlaşdırırsan. Bizə bir açıqlamasını ver görək Kamal Bayramov niyə qaçmadı? Nəyə görə qaçmır? Demirəm Kamal Bayramovu çıxart mətbuat qarşısında, ictimaiyyət qarşısında. Onun belə deyək də, onun hesabat tələb eləmək lazımdır. Yəni günlərim niyə bu formada? Məsələn, hər dəfə oyunda
məsələn neçə kilometr qaçan komanda niyə bu oyunda az qaçıb məsələn, Hə, o da var. hərdən bax o məşqçilər öz-özlərindən də hesabat Bəli, vermirlər ki, bəli. mən bu həftə neynədim ki, mənim dünən komandam məsəl üçün ortalama 10 yarım qaçıb, bu dəfə 9-8 qaçıb. Hə, mənim hərdən özündə də bir problem axtarmalıdır. Hə, qalib gələndə baş məşqçilərimiz çıxıb deyir ki, biz bunu bilirdik, biz bunu işləmişdik, biz bunu üzərində işlədik və dediklərimizi elədilər, qalib gəldik. Məğlub olanda deyir ki, futbolçular tapşırığı icra eləmədilər. Yəni qalib gələndə qalib baş məşqçidir, məğlub olanda futbolçulardır. Bu illər boyu belə çox az sayda məşqçi var, çox az sayda məşqçi var ki, mətbuat qarşısında, ictimaiyyət qarşısında ola bilər öz otaqlarında, öz kuxanalarının içində onları danlayar, öz təsir edici sözlər. Məsələn Qurban Qurbanov. Hə. Məsələn mən bilirəm. Qurbanov. Mətbuat konfransında heç vaxt futbolçanı bada verməz, amma paltar dəyişmə otağında bir dəfə görsəniz, mən belə bilirəm ki, bilirsiniz yəqin ki. bəlkə də adamı belə şey üzr istəyirəm ifadəmə görə bəlkə də suluyub qamçılayar da, yəni belə. Amma bir dəfə bu adam Yox, mətbuat önünə atmır, ictimaiyyət önünə atmır. Elvindən sual verirlər. Yaxşı idi. Hə, yaxşıdır. Yaxşı mübarizə apardı. Hə, o birisindən sual verirlər, bu birisindən hamısını. Çünki o onların, o onundur. Bəli, bəli. Bir baş məşqçi, mən bir futbolçu olaraq təzə qurtarmışam da futbolu. Bir baş məşqçimə baxanda, yəni mən ona söykənmək istəyirəm də, başa düşürsən? Yəni onun bir kəlmə sözündən mən rəqibi bəlkə də axırıncı gücümü qoyaram. Bəli. Amma elə bir baş məşqçi var ki, tutaq gəlir otaqda söz deyir, inandırım səni, ondansa danışmasa ondan yaxşı. Yəni görsən məsələn. Ya gəlməsəydi razılıq daha yaxşı. Özümüz çıxıb oynayarıq yəni. Və baş məşqçilərin çoxu bunu bilmirlər ki, futbolçular onların hansı ki o verdiyi bəzi qərarlar var ha, yəni özlərində də səhv axtarmadan hər şeyi futbolçu onlara nifrət edir. Onun futbolçu gəlib ona demir mən səni nifrət edirəm. Amma yəni deyə bilmir onu. Amma vallahi deyirəm mən futbolçunun olmuşam, nifrət edir. Yəni deyir ki, yəni pis söyüşlərdən nifrət edir. Yəni deyir ki, yəni belə getdi bizi bagaja qoydu. Da, rəhbərliyi. Amma məşqçi ki futbolçunun arxasında durur. Futbolçu vallahi deyir. Ondan ötürü hər şey edir. Çıxır, qaça bilmədiyi yerdə qaçır. Bəli. Gücü qutaran yerdə əlavə güc. Zədəli oynadı. Zədəli oynayır. Dəfələrlə biz özümüz oynamışıq. Bəli. İynə ilə, dərmanla. Bəli. Məsələn, bir oyun var idi. Mən oyundan sonra çıxdım. Həmin gün mənə 3 dənə ağrı kəsici vurmuşdu. 3 gün mən üzr istəyirəm, yəni qaytarırdım, qan qaytarırdım. Yəni bir dənə oyuna görə 3 dənə ağrı kəsici bütün mənim ciyarımı dağıtmışdı. İçəridə yəni bütün məhv eləmişdi. Məndən bilmirəm necə olmuşdu. Heç həkimə də getmədim. Dedim, yəqin biraz çox olub, dozası qutarıb. O da bir neçə gündən sonra keçdi. Amma dəyməzmiş. Dəyməzmiş. O aski o insanlar var ki, onlara görə sən bugün sağlamlığından keçsən, dəyməz. Hansı insanlar var ki, onlara sən söykənibsən, bel bağlayıbsan, heç birinə dəyməz. İnsanın ailəsindən başqa, bunu mən deyirəm, bu futbolçular da bilsin, məşqçilər də bilsin, insanın ailəsindən başqa heç kim üçün can verməyə dəyməzmiş. Yəni, bugün mən dostum, filan kəsdir, filan... Futbol qutardı, dost qutarır. Futbol qutardı, dost qutaracaq. Futbol qutardı, futbolcuda dostluqlarını da qutaracaq. Aha, bəli. Yəni, bu, istəyirsən poliyada sən canını ver, istəyirsən, nə bilim, nə istəyirsən elə də, yəni. Sənin futbol dönəmin qutardı, bu meydançanın içində olan dostluqlar bitdi zaten. O da meydançanın içində qaldı. Hə, zaten bu dəqiqə məndə yoxdur. Görürsünüz, futbol sferasından. Futbol içində tanışlarım çoxdur. Dostum yox. Yox, dost yoxdur, bəli. Bugün kimsə mənə söykənməsin, kimsə mənə güvənməsin ki, mən ona dostluq edəcəm, edəməyəcəm. Elə bu məsələdə bu sualı vermək istəyirəm. Niyə bugün Azərbaycan futbolunda futbol mütəxəssisləri sözün düzünü deyəndə niyə fərqli başa düşülürlər və niyə qıcıq yaradırlar və bir çoxları niyə qorxur, bir çoxları isə məsələn Kamal Bayramov kimi açıq danışır. Qorxu zaten futbolla bağlı belə bir şeydir. İnsan necə doğulubsa həyatda, xarakteri necədir, istəyirsən futbolda olsun, istəyirsən geçsin şaşqı oynasın. Fərq eləmir. Zaten o qabaqdakı topu götürəndə, şahmat oynadıq halda, topu götürəndə bu piyadasından əl əsəcək. Yəni, bu qorxu varsa bu insanın hər yerində. Ümumən, hərdən insanlar çıxır danışır ki, biz
biz belə istəyirik. Mətbuatda ümumən çox açıqlamalar verirlər. Yəni ki, hə, biz futbolumuzu inkişaf elətdirmək üçün belə eləməliyik, bunlar eləməliyik. Zaten hamısı eləməlikdə qalır. Yəni eləyən yox. İcrada yox. İcra yoxdur zaten, icra yoxdur. Biz futbolu sən də bilirsən, mən də bilirəm. Hər kəs bilir ki, bizim futbolumuzun inkişafı nədən? Bizim birinci bu meydançamız yoxdur. Bəli. Yoxdur meydançamız. Tutaq ki, meydança tikilməlidir. Biz bunu azarkeş də olaraq bunu tələb eləməliyik ki, mənim klublarımızdan tələb eləməliyik. Mənim evladım üçün meydança tik. Bəli. Sən futbol istəyirsənsə meydança tik. Qidalandır. Təmin elə. Bir turnirlər apar, bir nə bilim, futbol üçün hər şey nə varsa sən onu məndən yaxşı bilirsən. Sən özün zaten bunu qıraqdan görürsən ki, futbolumuz üçün çalışmayan çox şey var. O qədər şey var. Amma biz nə edirik? Biz zaten danışırıq. Biz sadəcə olaraq danışırıq. Biz işə yox, dilimizə güc vermişik. Biz danışacağıq. İndən sonra bir 10 ildə, 15 ildə danışacağıq. Ancaq danışırıq. Bizim də dövr gedəcək. Danışmanın da bir bizdən sonra faydası gələnlər də bizdən nə öyrənəcəklər? Biz nə qoyub ki? Toqa danışmaq. Ancaq danış. Hə. Onlar da danışacaq. Örgədə gəlib biz onlar da gələcək. Onlar da danışacaqlar. Hamımız danışacağıq. Ancaq danışırıq. İş görmək lazımdır. Bu Əlbəttə. dövlətin evladları, bu dövlətin 12-13 yaşına çatana qədər çox güclü, potensiallı futbolçularımız var. Var Biz uşaqlar. keçid Görürsüz də dövrünü siz. gətirib keçirə bilmirik. Problem kimdədir? Məşqçilərimizdədir, stadionlarımızdadır, invertorumuzda, savadsızlığımızdadır. Nədədir problem? Qardaş, bir məşqçi kimi mən məsəl üçün təzə başlamışam. Mənim bu dəqiqə o qədər böyük savadım çatmır. Nə isə eləməyə. Mən çalışıram, oxuyuram, digər şeylər. Hansı ki, nə isə çatmırsa, onu düzəldim. O keçid dövrünə çatanda mənim də futbolçum, tutaq ki, Məmmədin futbolçusu kimi o dövrdə dayanmasın. Bəli. Valideynlərlə söhbətimiz olmalıdır, nə ilə olmalıdır. Bunların hamısı yöndə çalışmalıyıq. Biz oturub otağımızdan Masa başında hər şeyi həll eləməyə yox, çalışırıq. olmayacaq. Olmayacaq qardaş. Meydan içinə girməlisən. Olmayacaq. Meydan içində içində olmalısan. olmalısan. Tamamdır. Bax, tutaq ki, orada biz də aşağı yaş qruplarında 3-dən millidə bir dənə baş məşqçi qoymuşduq. O nətər bizdə 3 dənə millinin bir baş məşqçi idarə edirdi? Nətər olur? Yəni 3 dənə millimizin bir baş məşqçiniz ola bilər. Və yaxud Rahid Əmirquliyevin oğlu keçən il 15 liqasının, 14 liqasının ən yaxşı çempionatın oyunçusu seçilib də. Rahid Əmirquliyevin oğlu. Ramin Əmirquliyev. Ramin Əmirquliyev. 2 dəfə, 3 dəfə milli toplanış olub bu adamı çağırmırlar. Dəvət alınıb. Niyə? Hansı göstəricilərə görə siz onu dəvət eləməmisiniz? Bu sualı vermək lazım. Ya, Adam bax, Qarabağ nəticə qazanıb da. Qarabağ komandasından 11 nəfər, Bəli. Sabah komandasından da bir 9-11 nəfər 2 komandadan dəvət olub. Ölkədə 2 dənə komanda var. Digər komanda futbolçu yoxdur. U20-ni nəzərdə Yox, 15-i. 15 idi, 16 idi, nə idi? U20-də də ümumiyyətlə vəziyyət elədi. Düzdür, təzə gəlib məşqçi indi Vaqif Cavadov da ordadır və s. Amma məsəl üçün mənim ümidim yoxdur, Kamal müəllim. Mənim Azərbaycan futbolunun gələcəyinə bağlı heç bir ümidim yoxdur. Qardaş, bizim bu keçid dövrü var ha. İndi bir dənə əlimiz var, təzə çıxdı Qarabağda. Bəli, Bəşirov. Əli Bəşirov. O uşağı mən Niyə biz 500 nəfər, 600 nəfər uşağın içindən bir dənə Əli Bəşirov çıxarda bilirik? Niyə bir 3 dənə Əli Bəşirov çıxarda bilmirik? bax, o Əli Bəşirovu da mən buradan səslənirəm və ümid edirəm ki, bir neçə önəmli FIFA agentlərimiz var, FIFA menecerləri, dostlarımız var. Onlar Emil Əsədov da məsəl üçün onun üzərində çalışır. Mən deyirəm, o yaşlı uşağı buradan çıxartmaq lazım. Əlbəttə, bax o keçid dövrünə təsəvvür 16-17 yaşında itəcək. Ola bilsin ki, 17 yaşında elə bir oyunçu olmasın. Heç bir klub, bəlkə bax Qarabağ kimi klub, onu çempionatda heyəti yaxşıdır. Bəzi oyunlarda şans verir, amma buna mütəmadi oynamaq lazımdır. Daha çox oynamaq lazımdır. Daha yaxşı inkişaf eləmək üçün. Amma heç kəs o digər klublar ona şans verməyəcək. Verməyəcək, əlbəttə. Yəni, çox önəmli bir detala toxundunuz. Deməli, mən 2015-ci ildə bir yazı müsabiqəsi var idi. Qəzetdə araşdırma yazı vermişdim. Uşaq futbolu ilə bağlı problemlər, müxtəlif mütəxəssisləri danışdırmışdım. O dövrdə də, yəni necə var, bugünkü gündə də davam edir. Yəni nə? 16-dan 17-yə, 17-dən 18-ə keçid dövründə 90% itkidir. Bilirsiniz nə deməkdir bu? Yox, çox böyük problemdir. Ümumən dünya futbolunda o problem var da. Amma onlardan da bir 10% saxlayırlar. 30%, 40% keçirdə bilirlər. Bəli, Biz 1% keçirdə bilmirik.
Dəhşət problem. Deməli bax belə götürək də qardaş. Bax 10 bizim 11 ildir keçib üstündə. Eyni problem yenə də bax bax qalmaqdadır. bizim Bax dəyişən bir şey yox. məşqçilərimizdədirmi problem? Bax bir də mən məşqçiyəm. Gəlin oturun bizə izah edin ki, bu problem səndədir. Mən zaten yəni özümdə olan problemləri bilirəm və hal-hazırda klubumda olan problemləri, digər şeyləri. Zaten mənim klubum dövlətdən maliyyələşmir. Özümüz Bəli, fərdi sponsorlar, sahibkar kimi, bəli. fərqli sahibkarı sponsorların hesabından maliyyələşirik. Mən problemləri bilirəm. Uşaqlarımızın digər məsəl üçün qidalanması və ən çox önəmli bu keçid dövrünə gəlib çatanda bunların məsəl üçün valideynləri bəzi uşaqlar var, hansı ki, az təminatlı uşaqlardır. Uşaq ucu gəlib bu dərk etmə yaşa çıxanda görür ki, valideyni maddi vəziyyətdən əziyyət çəkir, digər Bu şeylər. da gəlib Ha, bu buzu ala bilmir özünə, gedir, ayaqqabı ala biri bilmir, bir gedir, şey ala məsəl üçün, bilmir. digər işlə Gedir ki, ofisiant 5 manat işləyir, pul. hə, gedir nə bilim, Bir fərqli də yerdə işləyir, dükanlarda gedir işləyir. bizim futbolumuzun bir dənə bəlası var, problemi var. Biz zaten bu ordu idman klublarımız bizim Əsgərlik məsələsi bu inşallah ki, dəhşət yəni bir bir şey. dövlət bir məsələsi. Yaşar müəllim Seyidov bununla bağlı mütəmadi müraciətlər hazırlayır, hansı ki, Dinamo'nun tərkibində bununla bağlı. Yəni o bilmirəm niyə yubanır, bu məsələ niyə uzanır, niyə qəbul eləmirlər. Yəni bu Ən qəbul azından- həll olunmalıdır bu Ən müəllim. azından birinci Bu həll dəstədə çıxış olunmalıdır. eləsin, ikinci dəstədə Bəli, çıxış eləsin bəli. və bizim milli potensialı, həqiqətən də milliyə dəvət olunan futbolçularımızı biz il yarım, bir il əskərlikdə itiririk də orada. Necə itiririk? Yəni, hər kəsin borcudur gedib xidmət eləmək. Amma bu 15-20 nəfərdir hardasa bu idman sahəsində, yəni bu sahədə dövlətə daha faydalı, xeyirli ola bilərlər. Biz onları həm o klublar tərəfindən qoy maliyyələşsin. Həmən o ordu idman klubları. Əlbəttə. Mənim iki futbolçum, hansı ki milli səviyyəli futbolçumu verirəm sənə və onlar üçün sənin üçün bir büdcə ayırıram. Sən həm mənim futbolçumu bu il yarımda məşq elətdir, yetişdir və mənə onu futbolçu kimi geri təhvil ver. Biz burada da itiririk uşaqları. Ümumən keçid dövrümüzə bizim təsadüf eləyən çox böyük problemlərimiz var. Ümumən keçid dövrümüzə, yəni təsadüf edən böyük problem. Stadionlarımız, valideynlərimiz, onların əskərlik vaxtı gəlib çatması, yəni Sonra da deyirik ki, niyə legionerlərə üstünlük veririk də. Yəni uşağımız oyunçu mu olmayandan sonra müəllim, mənim məsəl üçün 19-20 yaşına gətirib günlərim 20-21 yaşında oyunçumuz məsələn əsas sayısı belə deyək də təşkil halda deyə bilərik ki, bir neçə klubda var yerli futbolçu, amma əksəriyyətində yoxdur da. Məsələn, İstərsəniz Qurban Qurbanova da, nə bilim Ayxan müəllimə də, müxtəlif də, yəni müxtəlif məşqçiləri də deyəndə deyir ki, oldu mən oynatmadım. Məsələn, o da düzdür. Deyir, oldu mən oynatmadım. Olanda oynatmışam da. Zamanında məsələn Qara Qarayevi Qurban Qurbanov necə oynatdı? Oynatdı. Var idi, çıxartdı, istedad var idi. Nəsə gəlib çıxmışdı da. Nə bilim sonra Əfranı o zamanda o dövrlərdə Əfranı Rauf Əliyevdir. Yəni bunlar yəni ortada var idi deyə yəni çıxdı. Amma bugünkü gündə onlar yoxdur. Deməli biz Əfran tapa bilmirik. Bir dənə Murad tapmışıq Neftçidə. Yəni o da ki dubldan ikinci ildən bir təhər, yəni məşqlərə qoşula-qoşula. Ağadadaş var idi, o da ümumiyyətlə yoxdur. Bir var, bir yoxdur. İndi o şans bir tapmaq Rüfət var Şamaxıda. Hə, Rüfət Abbasov. Yəni çox bəyənirəm. Rüfət Abbasov, yəni belə deyək də, bu formada davam eləsə, məncə Azərbaycan futbolunda, yəni bu templə davam eləsə, qarşıdakı mən deyərdim ki, illərdə Azərbaycan millisində sol cinah müdafiə problemi olmayacaq. Mən düşünürəm ki, Elvinlidir, ikinci odur. Cəfər Quliyev gəlir. Bəli. Yəni, Çox yaxşı. Oyun oxuma topsuz oyunda da yaxşıdır. Toplu oyunda da yaxşıdır. Bunun salamlayıram Rüfətə, özünə də demişəm mən bunu ki, yəni sən həm bu də insan kimi insani keyfiyyətlərdə Çox çox üstün səviyyədədir. Ona görə düşünürəm ki, bu mən onu Şamaxıda da bir yerdə oynamışıq. Onun Neftçinin kişidən gətirmişdi Ayxan müəllim. Mən onu düşünürəm, bu qaydada davam eləsə, yəni həm tərbiyəsi, həm insanın birinci məsələ tərbiyə çox önəmlidir. Məsələn, aşağı yaş qruplarında tərbiyə olmadısa, nə qədər potensialı olsun, o hansı ki, o disiplina, nizam-intizamı qaydalarını bilmədisə, bu gələcəkdə məhv olacaq. Gec-tez məhv olacaq. Amma bu uşaqda şükürlər olsun, həm futbolçu keyfiyyəti, həm insani keyfiyyəti yaxşıdır. Yəni üzərində də mütəmadi işləyir, bunu da yəni bələdik, bilirik.
Bu gün isə çempionluq uğrunda yarışan komandalarımızın hər biri isə təbii ki, hazır oyunçu axtarır. Nəticə istənilir, uğur qazanılmaq qarşıya tələb qoyulur. Məşqçi də istər-istəməz baxır ki, yerli yoxdur, gedir, legioner transferi gətirir. Legioner adına legioner transfer etmək düzgün deyil, amma bu günlərim gəlin etiraf eləyək ki, bir sıra Premyer Liqa klublarımızda legionerlər heç də pis təsir bağışlamır. Yox, yaxşı keyfiyyətli legionerlər də Məsələn, var. Şamaxıda da var, Hə. Kəpəzdə də var, Var keyfiyyətli legionerlər, amma Sabahda da. bax indi məsələn Bəziləri amma sonuncu oyunu kim bir dənə gətirib Karvan bəli. oyununu götürək, Karvan qələbəsini götürək də. Yəni yerli komandanın heyətində Azərbaycanlı sayı çox oldu. Yerli futbolçuların sayı çox Bəli, oldu. bəli. Yəni o birbaşa göstərdi ki, yəni orada Ada görə yox. əcnəbi futbolçuların meydanda çoxluq təşkil etməsi yox, yəni keyfiyyət olaraq Azərbaycanlı futbolçular onlardan üstün oldu. Hə, deyəcəklər bir oyun qələbə oldu, belə oldu, elə oldu, amma yəni sadəcə olaraq mən Karvan komandasında görürəm ki, legioner səviyyələri, legionerlərin səviyyəsi %95%-nin çox aşağı səviyyədədir. Yəni ona görə də bugünkü gündə komanda o vəziyyətdədir məncə. Bəli, Yəni. stabil Yəni çünki mövsümün əvvəlində seleksiyanı düzgün aparmadılar. tablisiyadan da hər Görünür. komandanın keyfiyyət baxımından harda olması öz göstəricisi. Bəlkə də o yerli oyunçulara daha çox şans verilsə, həm Əlbəttə. rəğbət qazanardılar. Əlbəttə. Həm də hər kəs deyər ki, yerli oyunçu oynadır. Yerli oyunçu bu çox önəmlidir. Hakimliklə bağlı məsələyə gələk müəllim. Ən ağrılı yerimizdir. Ümumiyyətlə Azərbaycan futbolunda bu mövsüm qədər xatırlamıram ki, hakimlik çox ciddi müzakirə predmetinə çevrilsin. Bizdə Əliyar Ağayevin buyur. Əliyar Ağayevlə bağlı Ehtiram müəllimin çox maraqlı açıqlaması var idi. Turan Tovuz klubunun prezidenti və o fikirlər səsləndirəndən sonra təbii ki, futbol ictimaiyyəti də təzyiqi bir qədər artırdı. Vara rəğmən varsa, yəni bu gün mən belə düşünürəm, varsa sənin səhv etmə hüququn yoxdur. Bəli. O səhvi vara rəğmən deyirsənsə, get düdüyünü as şeydən, divardan. Mən bax Fitini belə deyək də, düdük biraz türkçəsində düdük. mən onlara Düdük biraz başqa. bilirsən, hər birindən belə münasibətimiz var da. Amma mənim üçün iş prinsiplərində münasibət o qədər önəmli deyil də. Yəni nə varsa Odur. Bax, deməli bir-iki oyun hansı ki Tovuza təsadüf edən oyunlar, Əliyarın oyunları hansı ki Tovuza təsadüf elədi, Zirə ilə oyunlardı. Hə. İbrahim Kantenin Millerə başla zərbə cəhdi və orada var idi. Qırmızı verib sonra vardan onu ləğv eləməsi və bu oyunda olan hansı ki epizodlar var. Penaltidir. Yəni bu bir mənalı olaraq bunu Marsdan görsənirdi ki, bu penaltıdır. Bunu futbolu bilməyən 2 yaşında, 3 yaşında uşağı belə gətirirsən ora, yəni o əlinlə işarə edəcək ki, orada nəsə bir hadisə baş verdi. Ən az necə pıh. Hə, nəsə bir şey. Yəni bunlarda ikili bir standart yaranır. İkili standart var. Belə çıxır da müəllim. Bir həftə belə qaydalara, məsəl üçün Kamila Duranın Kəpəzlə oyundakı epizodu deyir ki, topa toxunandan sonra ayağa. Onu gərək qırar da yaxına. Yəni bu fakt belə bu da məsəl üçün baxırsan ki, indi Əliyarla söhbət edirsən, deyirsən bunu necə elədin, onu necə elədin. Baxırsan ki, fərqli oyunlarda fərqli qərarlar var. Mən burada bir avazda günahkar Rəhim Həsənovu görürəm. Rəhim Həsənovun günahı. Rəhim Həsənov sürəti çox artırmışdı gələndə, barıtı çox artırmışdı. Yavaş-yavaş düşməyə Rəhim Həsənovu başladı. görürəm nəyə görə? Çünki həmən günü var hakim olan Cavid Cəlilov mən bildiyim qədər hakimlərə dərs deyən biri var. Əvvəllər hakimlərə dərs deyirdi, referlərə dərs deyirdi. Bu gün əgər bizim dərs deyənimiz vardı oturub meydanda oyunun dinamikasında epizodu görə bilməyənə dərs deyə bilmirsə, varın arasında. Burada böyük problem var. Burada bu problem də ki, və klublar, biz Ehtiram bəyin danışığına baxdıq, orada Ehtiram bəy aqressivcəsinə, məsəl üçün, hansısa ifadələri işlətdi və bunu epizodları insanlar qoydu qırağa, epizodları. O söhbətlərinə həmən sözlərin üstə yükləndi ki, epizodları yaddan çıxarsınlar. Qardaş, bizdə burada mövzu futboldur. Gəlin bir mövzudan bir danışın, mövzunun içinə girin.
Ondan sonra başladılar başqa yerə yönləndirməyə, başqa bir şeyə yönləndirməyə. Ehtiram bəy biz şükür Allaha tanıyırıq. Mən şəxsən tanıyıram. Bizim çox yaxşı münasibətimiz var. Necə bir insan olduğu, necə Mükəmməl hə, xarakter. zaten adamın özü ibadətdə olan, Bəli. İslamda olan bir insandır. Bəli, bəli. Hə, yəni bunu qoşdular ki, sən İslamı bir insan əgər imanlı bir insandırsa, bir insanın qəlbində heç kimə qarşı bir xəyanəti, xətası yoxdursa, zaten ona mən sən imansız da olsan desəm, nəsə bir başqa bir ifadədə desəm, o ona yapışmır. Yəni bu qaydada. Orada məsələn əliyarla bağlı mən düşünürəm ki, ümumən burada əliyarla yox, ümumən rəhimlə bağlı böyük problemlər var. Mən də düşünürəm ki, Rəhim Həsənov, Əliyar Ağayev mübarizəsi Mən qızışıb. konflikt görürəm orada. Bəli, bəli. Konflikt İkili görürəm və o konflikt, soyuq müharibə deyirəm mən bunlara. o soyuq müharibə klubların Başında çatlayır. il ərzində futbolçuların, rəhbərlərin, Əziyyətləri, bəli. hər kəsin çəkdiyi əziyyətlər, xərclənən pulları, yəni o arada olan konflikt onun məhvdir. Hakim nədir? Hakim ədalət deməkdir. Ədaləti təmin etməlidir. Ədalətli nəticələr qəbul etməlidir. Amma təəssüflər olsun ki, bizim futbolumuzda ədalət ya insan adıdır meydanda, ya da ki, kağız üzərində qalır. Ya odur ki, bizdə futbolda ədalətdən hələ ki danışmaq erkəndir. Kubokun finallarını da, yarım final oyunlarını da biraz toxunaq. Yəni finala namizəd kimləri görürsüz 2 oyundan sonra? Məsələn, Zirə Turan-Tovuz ilk oyundan sonra 2-0 təbii ki, Zirə kimi Rəşad Sadıqovun oyun anlayışında nəzərə alanda görürük ki, çox önəmli bir nəticədir. Amma Turan-Tovuz da belə deyək də bütün nələr varsa meydana göstərməyə çalışacaq. Məncə cavab oyunu çox maraqlı olacaq. Turan-Tovuz üçün mənfi hal nə idi? Tovuzda oynaya bilməmək idi. Bəli, O oyun Tovuzda bəli. olsaydı Bir həftə fərqli. qabaq meydança hazır ola bilsəydi, qaydasında Bəli. olsaydı, o oyun orada oynansa məncə bu hallar yaşanmayacaqdı. Bəlkə də bundan da pis hal yaşanacaqdı, bilmək olmaz. Bəli, futboldur. Amma düşünürəm ki, öz azarkeşi qarşısında Tovuz daha yaxşı çıxış eləyir. Çünki Finala kimi namizəd görürsüz? Tamam. mən buna sənin bir qonağın kimi cavab verim, yoxsa bir Tovuzlu kimi cavab alsam. Tovuzda. Əlbəttə mən istəyirəm Tovuz çıxsın finala. Evet, Mən Turan-Tovuz final. Tovuzu kimi Tovuzun finala çıxmağını istəyirəm. Bir dəfə buna yaxın olmuşdunuz. Hə. Siz qapını qoruyurdunuz Turan-Tovuzda. Onda da yəni böyük bir haqsızlıqdan, hakim haqsızlığından getdik. Neftçi ilə oynuyordunuz da. Hə, Yarım final. Final idi da. Yarım final idi. Yarı final. Yarım final idi. Finala çıxırdı o. Hə, çıxırdı son dəqiqələrdə Son Emin dəqiqələrdə. Mahmudovun o zərmə Hə, zərbəsi. bildim, Hə. bildim, o oyun. Amma siz o maçda mükəmməl seyvlərlə yadda qalmışdınız. Sonlara doğru siz də emosiyalandınız Bir biraz. həftə sonra həmən komandanı 4-0 utduq. Bəli. Evdə 4-0 utduq. Yəni biz biraz necə deyim orada? Yəni açıq demək lazım. Biraz qorxaq futbol oynadıq. Evdə 1-0 utduğumuz komandaya qarşı səfərdə qorxaq futbol oynadıq. Bəli, Bəlkə də amma yaxşı oynamışdınız. hücum xəttimizdə daha aktiv olsaydıq, rəqibi biraz qabaqda Pressinglə, baskı ilə saxlasaydınız. Rəqib nə qədər yükləndi bizim qapıya, biz də öz yəni cərimə meydançasının ətrafında bu Əslində yaxşı müdafiə olunurdunuz. müdafiə 90 dəqiqə hara qədər müdafiə. Amma 90 bir 2-3 dəqiqə də Güc dayanamadı. qurtarmışdı da. Yəni o cərimə zərbəsi Hə, o da O da mənim sizin böyük necə? kobud səhvim var siz, idi. Mənim qoruduğum belə deyək, divarı düzgün yox, eləməmişdiniz. hər yoxsa- şey düzgün eləmişdim. Sadəcə olaraq mənim qoruduğum künsə o vurulmamışdan qabaq, topa toxunuşdan qabaq mən yüngül də olsa sağa, yəni açıq saxladığım Bildim, yəni, ora tərəf meyləndim və orada geri qayıtmaq çox çətin Hə, oldu. o da həmin yerə vurdu. Amma bu il istəyirəm ki, inşallah Tovuz çıxsın. Həqiqətən də Tovuzla bağlı mənim böyük arzularım var komanda ilə. Çünki Yəni finala çıxsa, finalı qalib başa vursa Avropa liqası. Və gözəl bu da olar. konferans liqası üçün önəmli fürsətdir. Gözəl olar. Yəni inşallah ki, zirəlilərin də xətrinə dəyməsin. Mən Yox, zirədə yox. 4 ildə zirədə oynamışam. Bilirəm, Xətrinə bilirəm. dəyməsə, nə Rəşad müəllimimizin də xətrinə dəyməz. Mən şəxsən Tovuzun Mən final deyim. final oyunu istəyirəm. Finalın adını deyim sizə. Finalın adı Qarabağ Zirə və nəsə istəyirəm ki, Zirə aparacaq bu il kubok. Qarabağ bu il mükafatsız qala bilər. Yəni kuboksuz belə deyək. Mən Tovuzun Amma Qarabağla final oynamaq da çətin məsələdir. O da var. Mən Tovuzun çıxacağına inanıram. Bugünkü oyun Yəni potensialından. ilk hissədə vurulacaq qol çox önəmlidir.
Yəni oyunun ilk dəqiqələrində o baskı qurulsa, o bir qol gəlsə ilk 30 dəqiqədə bilirik ki, ev səfər qol söhbəti də yoxdur. Yəni ikinci hissəni ən azından nələrsə eləmək olar. Amma Rəşad Sadıqov da bu cür oyunları yaxşı oynamağı bacarır. Çünki Əks hücum. Zirəni keşlədə olanda evdə 2-0 udmuşduq. Aha, Səfərdə Zirəni biz 3-0 udduq. udmuşdunuz o dövrdə. 3-0 udduq. Ha. Sezar Melizakolin qollarından yadımda. Xatırladım. Biz Əməlli getdik Kubokun çempionu. Çempion oldu finalda məğlub Qəbələni məğlub etdi. yəni, Finalda Qəbələ idi, səhv eləmirəmsə. Finalda Sumqayıtla. Hə, Sumqayıtı məğlub elədi. Sumqayıtı, Sabahın polyasında çağırmışdı final. Sumqayıtı biz kuboku götürdük. Yəni olmayacaq bir şey yoxdur. Futbolda hər şey bəli. Potensialına da inanıram ki, Tovuzun inşallah ki qələbə. Uğurlar arzu edirik. Kamal müəllim, ən sizə dərin təşəkkürümü bildirirəm. Bilirəm ki, sizlə mən oturub saatlarla danışaram, yorulmaram. Yəni çünki bəzi məsələlər var ki, mən adətən yaxından tanıyanlar da bilir, futbol ictimaiyyətindəkilər də bilir. Futbol danışmağı çox sevirəm. Meydan üçün danışmağı çox sevirəm. İnşallah bir gün qismət olar, bu taktiki verilişlə bağlı bir sizlə görüşərik, söhbət eləyərik. Futbol biz danışırıq. Bizim işimiz danışmaqdır. Bizim işimiz ən azı yol göstərməkdir. Təbii ki, hakimləri də gah tənqid edirik, gah futbol funksionerlərinə də müəyyən iradlarımızı bildiririk, futbolçulara da və s. Amma bütün bunlar hamısı inkişafa xidmət edir. Biz də istəyirik ki, futbolumuz inkişaf edir. Biz də istəyirik ki, Avrokuboklarda iki komandamız liqa mərhələsində artıq oynamalıdır. Biz istəyirik ki, çempionluq uğrunda son tura qədər 3-4 komanda yarış içərisində olsun ki, o tribuna yazarkeşi cəlb eləmək üçün ilk növbədə meydanda futbol olmalıdır. O mübarizlik olmalıdır. Yəni odur ki, biz də sizi də inşallah yaşıl meydanlarda məşqçi kimi də görmək istəyirik gələcəkdə. Bilirəm ki, sizə təkliflər var, qapıçı məşqçisi kimi fəaliyyət göstərmək üçün məşqçilər korpusunda, amma hələ ki bundan imtina edirsiniz. Mən ümumiyyətlə qapıçı məşqçi kimi fəaliyyət göstərməyəcəm karyeramda. Elə istəməyəcəksiniz. Ancaq analizçi yoxsa? Yox, baş məşqçi kimi. Baş məşqçi. Siz hansı kateqoriya? Mən hələ təzə C-ni qurtarmışam. Həm də başlayır. İnşallah, xeyirsə. İnşallah onun ardıcı aya, yəni qapıçı məşqçi kimi fəaliyyət göstərəcəm. İnşallah o gün olar biz bu verilişdə sizi pro kateqoriyalı mütəxəssis kimi qəbul edərik. Sağ olun. Mən təşəkkür edirəm sizə. Sağ olun, minnətdaram mən sizə. Əziz dostlar, hər birinizə dərin təşəkkürümüzü bildiririk. Footcast TV-nin YouTube platformasında abunə olmamısınızsa, abunə olun. İzlədiyiniz canlı yayımları, verilişləri bəyənin, paylaşın ki, daha geniş auditoriyaya gedib çata bilsin. Sizin abunə olmağınız, sizin bəyənmələriniz bizi daha fərqli verilişlərin çəkilməsinə imkan yaradır. Odur ki, bir barmaqdır da, tıklayın, abunə olun və salam, tamam. Yeni verilişdə, buraxılışda görüşmək ümidi ilə hələlik deyirəm.